Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə nar çiçəyi şirniyyatının reseptini paylaşıram. İçilik hazırlayaq. 200 qram kəsmiyin üzərinə 2 xörək qaşığı yarım şəkər pudrası, 1 xörək qaşığı un, 1 paket vanil əlavə edib çəngəllə əzib qarışdırıram. Sonra içilikdən hissələr götürüb bu formada yumrulayıb soyuducuda saxlayıram. 450 qram unun üzərinə 1 paket vanil, 3 xörək qaşığı şəkər pudrası, 250 qram yumşaq kərə yağı, 1 xörək qaşığı xama əlavə edib xəmir yoğururam. Ələ yapışmayan yumşaq xəmir olmalıdır. Xəmiri paketə yerləşdirib buzluqda 30 dəqiqə saxlayıram. Dəzgahın üzərinə un əlavə edib xəmiri 2 bərabər hissəyə bölürəm. 2 kündə hazırlayıram. Kündələrdən birini soyuducuda yerləşdirirəm, buzluqda yox. Digər kündəyə isə uzunsov forma verib hissələrə bölüb kündə hazırlayıram. Kündələri bu formada yayıram. Üzərinə çeyrəciyimi əlavə edirəm. Kəsmiyi yerləşdirib bükürəm. İçilik qoyub bükdükdən sonra videoda göründüyü kimi hər bir kündəyə uzunsov forma verirəm. Soyuducuda olan kündəni də yine bu formada hazırlayıram. Peçenyeləri soba tavasına düzüb üzərinə yumurta sarısı çəkirəm. Üzərin nar çiçəyinə bənzəsin deyə üzərini bu formada qayçı ilə kəsirəm. Sonra taxta çubuqla forma verirəm. %160 dərəcə qızdırılmış sobada üzərləri qızarana qədər bişirirəm. Peçenyələrin üzərinə çeyrəciyimi əlavə edirəm. Çox ləzzətli, ağızda əriyən zərif şirniyyat reseptidir. Videonu bəyəndinizsə kanalıma abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.